55 yaşlı pasiyentimiz bizə görmə zəifliyindən müraciət etmişdir. Müayinə zamanı gözündə mirvari suyu aşkarladıq. 25 ildən artıqdır ki, -10 göz nömrəli eynək istifadə edirdi. Həmçinin 3 dioptriya astigmatizmanı da buynuz qırşanın xəritəsi bizə göstərdi. Mirvari suyunu almışkən yerinə həm yüksək göz nömrəsini, həm də astigmatizmanı düzəldəcək linza qoymaq qərarını verdik. Bunun üçün monofokal torik linza implantasiya elədik. Gördüyünüz kimi göz içərisinə linza yerləşdirilir. Linzanın üzərində işarətlər var. Bu astigmatizmin dik bucağına uyğun olaraq qoyulur. Və əməliyyatımız tam fəsadsız keçdi. Cəmi 3-5 dəqiqə çəkdi. Yerli keyitməklə icra elədik. Pasiyentimiz özü də heç bir ağrı duymadığını qeyd edir. Əməliyyatın ertəsi gündən fiziki və zehni iş icazə verilir.